Belə ermənilər qatıla verir. Mən şəhid olsam, ana, ağlama. Başını dik tut. Bu sözlər xüsusi təyinatlı qüvvələrin gizli 22 yaşlı şəhid Kərim Əliyevə məxsusdur. 100-dən çox erməni hərbiçini öldürən qəhrəman şəhidimiz son anda düşmənə əsir düşməsin deyə əlindəki qumbaranı partlatmaqla 10 erməni hərbiçini məhv edir. Baxma mənim az yaşıma, gələnlər gəlib başıma, yazarsız məzar daşıma, dön geri gəl, dön geri gəl. Hələ 44 günlük vətən müharibəsi başlamamışdı o bu şeiri yazanda. Vətən müharibəsi başlayanda isə ailəsinə vəsiyyət edir ki, şəhid olsam bu şeiri məzar daşıma yazarsınız. Söhbət Ucar rayonundan olan 22 yaşlı xüsusi təyinatlı qüvvələrin gizli şəhid Kərim Əliyevdə edir. Kərim Əliyev döyüşlərdə 100-dən çox erməni hərbiçisini öldürür. Özü isə Qubadlı rayon istiqamətində gedən döyüşlərin birində şəhid olur. Kərim, sənin qorxmazlığından, qəhrəmanlığından hər gün danışılacaq. Yaxınların, qohumların, dünyaya gələcək övladlarının sənin kimi qəhrəman olması üçün elə Kərim adını qoyacaq.